Fiziki şəxslər tərəfindən mobil cihazların güzəştli qaydada ölkə ərazisinə gətirilməsi qanunvericiliklə necə tənzimlənir? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarı ilə təsdiq edilən, fiziki şəxslər tərəfindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarına edilən son dəyişikliklərə əsasən, fiziki şəxs hər təqvim ili ərzində bir dəfə bir ədəd mobil cihazı müəyyən olunmuş dəyər həddində ölkə ərazisinə güzəştli qaydada gömrük ödənişi ödəmədən gətirə bilər. Bu qaydaların bir nömrəli əlavəsinə əsasən gömrük sərhədindən keçirilən mobil cihazlar yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməlidir. Təqvim ili ərzində bir ədəddən artıq mobil cihaz gətirildikdə isə həmin cihazlar üçün gömrük rəsmiləşdirilməsi gömrük ödənişləri tam həcmdə ödənilməklə sadələşdirilmiş qaydada aparılır.